Məlumat da verim. Hörmətli sərnişinlər, avtobus dayanacaqdan tərpəndiyi zaman və məsəl çəkirəm, tərpəndiyi zaman və görürsünüz, mindi, sərnişin qutardı, qapılar bağlandı. Qapılar bağlananda bu işıqlar sönməyənə qədər avtobusa tərpən komandası verilmir. Bu vaxt aparır. Gördünüz necə saniyə getdi. Və sürücü yan güzgüyə baxıb artıq dayanacaqdan yola hər istiqamətdə hərəkətə başlayır. Bu anda bir dənə görürsünüz ki, oradan biri qasa-qasa gəlir saxla. Və yaxud da güzgüdən baxırsınız ki, arxadan biri tap avtobusun dal qapısını döyə gəl saxla. Siz bilirsiniz, biz artıq yola döndük, təkər fırlandı, çıxdısa, bu avtobusu yolun ortasına təzədən saxlamaq, təzədən qapını açmaq, o sərnişin minib, QR kodu və ya kaşlokundan kartını çıxartmağı və biz bunu bağlamağımız, ondan sonra bizə bu işıqlar tam sönür, sönəndən sonra bizə sür komandası veriləndə bu sizlə 20 saniyə aparır. 20 saniyə ərzində biz demək olar ki, artıq zolağı dəyişmişik və yolu bağlamışıq. Ona görə metro necə dayanmırsa, avtobusda qapılar bağlandı, təkərlər hərəkətə gəldi. Siz sürücünün üstünə hücum edib niyə saxlamadın deməyin. Xahiş edirəm. Növbəti avtobusu gözləyin artıq siz. Dayanacaqda olduğunuz zaman saxlamasanız haqlısınız. Artıq dayanacaqda hərəkətə başlayıb avtobus.